Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün ben sizlerle çok dadlı, lezzetli bilincik tortu hazırlayacağım. Kızılgül bilincik tortu hazırlayacağım bu defa. Gelin hiç vaxt ötürmeden başlayaq. Burada gördüğünüz erzaklarla hazırlayacağım. Erzakların miqdarını açıklama kısmında qeyd edeceğim. Burada 5 adet yumurtadır. Kiçik olduğu için ben 5 adet yumurta sındırmışam. Siz 4 adet yumurta da sındırabilirsiniz. Orta boy yumurta 4 adet olmalıdır. Deməli, şeker tozunu əlavə edirəm. Burada 4 xörək qaşığı şeker tozu var. Yumurtanın üzərinə əlavə edirəm. Üzərinə vanil əlavə edirəm. Biraz çırpıram. Biraz çırptıktan sonra içerisine 4 xörək qaşığı duru yağ əlavə edirəm. 2 stəkan su əlavə edirəm. 2 stəkan un əlavə edirəm. Üzərindən də hardasa 1 çay qaşığı yaxın qabartma tozu var burada. Onu əlavə edirəm. Və içərisinə azacıq qırmızı toz rəngi əlavə edirəm. İstəyə görə adi qeyri rəngdən də istifadə edə bilərsiniz. Və mikserləyirəm. Xəmirimiz hazırdır. Qoyuram 10 dəqiqə dincəlsin. 16-17 santimlik tavada pişirirəm. İstəyə görə 20 santimlik tavada pişirə bilərsiniz. Hər birini bu formada pişirirəm. Keçirəm birinci tortun yığılmasına. Hər birini pişirmişəm və soyutmuşam. İçərisinə əlavə etmək üçün banan və çiyələkdən istifadə edəcəm. İstəyə görə etməyə də bilərsiniz. Ancaq belə çox dadlı olur. Mayonezdən istifadə edə bilərsiniz. Və qaymaqlı krem hazırlamışam. Bu cür baxın, içərisinə qaynadılmış süd əlavə etmişəm. Keçirəm yığılmasına. Əvvəlcə bilinciklər görürsünüz. Bu hissəsini kremləyirəm. Çox əlavə etməyə ehtiyac yoxdur. Daha sonra baxın, belə bükürük. İndi isə keçirəm, baxın, bu hissələrini bu cür kremləyirəm, bir-birinə yapışsın deyə nə edirəm, həm də yumuşalsın deyə bunu edirəm. Belə. Çox vurmağa ehtiyac yoxdur. İndi isə üzərinə belə krem vururam. Və başlayıram bükməyə. Bu hissədən getirirəm. Hələlik bu cür görüntüdədir. İndi isə tam yığacağım və son görüntüsünü sizlərlə paylaşacağım. Budur, çox dadlı, ləzzətli bilincik tortumuz hazırdır. Mütləq siz də hazırlayın. Həm görüntüsü möhtəşəmdir, həm dadı.